Hər bir müsəlman özü özlüyündə bilir ki, Allah Teala bir çox nemətlər bəxş edir. Hər bir mömin bunu bilir. Hər bir mömin bunu özü özündə etiraf edir. Etiraf edir ki, Allah Teala müsəlmana, insana, insanlığa bir çox nemətlər verib. Allah Teala bu barədə Quran-ı Kərimdə də buyurur: "Və in ta'uddu ni'metallahi la tuhsuha." Əgər siz Allahın nemətlərini saymaq istəsəniz, heç biriniz o Allahın nemətlərini sayıb qurtara bilməzsiniz. Allahın bəxş etdiyi nemətləri. Allah Teala ayənin ardında buyurur ki, "İnnallaha lagafurur rahim." Şübhəsiz ki, o Allah çox bağışlayandır, çox rəhm edəndir. Deməli, insan, əziz qardaşlar, ona verilən nemətlərdən sorumludur. Allah Teala ona bəxş etdiyi nemətlərə görə şükür etməlidir, təşəkkür etməlidir Allaha. Çünki Allah Teala bağışlayandır, mərhəmətlidir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, öz hədisində, fikir verin, ni'mətən məğbun fihimə kəthirun minən-nəs. Deyir ki, insanlardan çoxsu iki nemət var ki, o nemətdən aldanmışlar və yaxud da ki, qədrini, qiymətini bilmir. Diqqət edirsiniz. Buyurur ki, əs-sihhətu vəl-fəraq. Birincisi sağlamlıqdır, ikincisi isə boş vaxtdır. İman gətirən insan Allahın ona verdiyi sağlamlığa görə gecə-gündüz şükür etməlidir. O nemətdən ikincisi də boş vaxtdır. İnsan bundan da sorumludur, əziz qardaşlar. İnsan buna görə şükür etməlidir. Bunun qiymətini, dəyərini bilməlidir. Allahdan ona olan bir lütfdür.